Ümumiyyətlə, əvvəldən məlumdur ki, Rusiyanın şərtləri hətta Ukrayna ilə məhdudlaşmır. Yəni, Ukrayna ilə bağlı şərtləri var, o öz yerində. Amma eyni zamanda Rusiya bu məsələyə daha qlobal çərçivədən baxır. Və Rusiya bildirir ki, SSR-nin dağılmasından sonraki mərhələdə biz dünya qlobal geosiyasətdə öz yerimizdən məmnun deyilik. Yəni, bugünkü qlobal, yəni SSR-in dağılmasından sonraki mərhələdə bu formalaşmış tək qütblü dünya düzəni bu reallıqlardan uzaqdır. Rusiya kimi güclü bir dövlət, yəni qüdrətli bir dövlət, böyük bir nüvə dövləti əslində öz çəkisinə uyğun dünya siyasətində yer tutmur. İndi gəlin oturaq biz bu disbalansı aradan qaldıraq. Yəni Rusiyanın mövqeyi bundan ibarətdir və yadınızdadırsa Ukrayna müharibəsindən bir neçə ay əvvəl 2021-ci ilin dekabrında Rusiya tərəfi həm Amerika qarşısında, həm də NATO qarşısında öz siyasi tələblərini irəli sürmüşdü. Yəni konkret olaraq tələblər qoymuşdu. Onun da mahiyyəti bundan ibarət idi ki, NATO 97-ci il sərhədlərinə geri qayıtmalıdır. Yəni NATO-nun SSR-nin dağılmasından sonraki o genişlənmə dalğaları tamamilə aradan qaldırılmalıdır və NATO yenidən öz əvvəlki sərhədlərinə geri çəkilməlidir. Hətta Amerika Avropadakı qoşunlarının sayını ixtisar eləməlidir. Hətta Avropadakı nüvə arsenalını Amerika çıxarıb aparmalıdır. Yəni bu cür Rusiyanın tələbləri var. Yəni Rusiya məsələyə daha qlobal aspektdən yanaşır və Amerika ilə masaya oturaraq bütün bu məsələləri kompleks şəkildə gündəmə gətirərək müzakirə etmək istəyir. Yəni sırf Ukrayna ilə məhdudlaşdırmaq istəmir bu dialoqu. Ona görə yəni bu şərtlərdə açığı, yəni razılığa gəlmək ehtimalı çox azdır. Yəni Amerika tərəfinin hər nə qədər Trump Rusiya ilə dialoq qurmaqda maraqlı olsa da, Rusiya ilə əlaqələri bərpa etməkdə maraqlı görünsə də, Rusiyanın irəli sürdüyü şərtlər Trump üçün də qəbul edilməzdir. Yəni bu şərtlərin qəbul olunması ehtimalı çox aşağıdır. Yəni mən demirəm ki, Rusiya ilə Amerika arasında yenə problemlər dərinləşəcək filan. Yəni ən azından Trump maraqlıdır ki, müəyyən bir səviyyədə münasibətləri saxlasın, daha da pisləşməsinə yol verməsin. Amma yəni Rusiyanın istər Ukrayna ilə bağlı tələbləri, istərsə də bayaq qeyd etdiyimiz məsələlərlə bağlı mövqeyi Amerika üçün yəni qəbul oluna biləcək bir mövqe deyil.